izah edipsiz. Hə, dedik şüşə, stəkan, sonra time vaxt, dəfə. Light işıq kimi sayılmır, amma lampa kimi sayılır. Bunlara da yenə özünüz baxarsınız. Məncə burada hamısını oxumağa ehtiyac yoxdur. Özünüz baxarsınız. Və Müəllim testə baxmayacaq. görün vaxtımız qalırmı qızım? Və isimlərin cəmi. İsimlərin cəmindən sonra nə qaldı? İsimlərin cəminin də yarısını izah eləyək, görək necə gedir. Aha, və isimlərimizin cəmi bilirik ki, isimlər cəmlənərkən S şəkilçisi qəbul edir, lakin hər dəfə S şəkilçisi qəbul etmir. Və cəmlənərkən təbii olaraq EN artiklını silirik. Books deyə bilmərik, an elephants deyə bilmərik təbii olaraq gördüyünüz kimi. Sözün sonu S, SS, SACH, TCH, XOZ ilə bitərsə bunları ortaya keçək, çünki ehtiyac yoxdur. ES şəkilçisi artırılır və is kimi oxunur. Bunu Sudan doktorunda keçmiş üstəyəfəm. O-la bitərsə S-lə qurtarır. S-lə, sadəcə S-lə. Bəzən testdə, bilmirəm, sizin testdə sala bilərlər yoxsa yox. Bəzən yazır ki, düzgün cəmliyi seçin. Məsələn, götürür yazır ki, kilo S. Deyirsiniz ki, aha, cəmdir də bu. Yox, kilo ilə S ola bilməz axı. Deməli, burada kilodur, zerodur, zirdir. Amma, bax, belə deyək də, beynəlxalq dillərin əksəriyyətində işlədilən sözlər var, hansı ki, digər dillərə də keçir. Mən, bax, gördüyünüz kimi, kilo bizdə də var. Sonra zoo bizdə də var demək o. Piano bizdə də var. Solo. Bu ingilis mənşəli sözlər deyil. Latın mənşəli də ola bilər. Bunlara biz S şəkilçisi atırıq. Sadəcə S şəkilçisi. Amma bunlar volcano gördüyünüz kimi bax bunlar hər ikisini qəbul edir. Volcanodus da olar, volcanoes da olar, mosquito da olar, mosquitos da olar. Bir də sonra bunları da belə dedik. Amma əksəriyyətinə o S şəkilçisi artırılır. 7 isim var ki, bunlar kökündən dəyişən isimlərdir. Gördüyümüz mən, wood, Müəllim 10 dənə deyildi. 10 dənədəsində bəli. Food, feed, tooth, thief, goose, geese, louse, lice, mouse, mice. Amma kompüter mışı elə mouse istəyir. Bu siz heyvan kimi mice-dir. Sonra child o aşağıda verilibdir də qızım. Onu başqa kateqoriyada verilib. Mən ümumi keçmişdim. Child və ox bunların sonuna eyni şəkildə sartılır. Children və oxen. Bir də person, people. Person bir adamdır. People insanlardır. People sözü bəzən xalq, millət mənası bildirir. Xalq, millət mənası bildirəndə isə peoples deyə bilərik. Peoples xalqlar. P-O-P-S də deyə bilərik və bu zaman bu xalqlar mənasındadır. Yəni peoples da yazılsa düzdür. Ancaq bir şərtlə ki, xalq mənasını versin. Sonra sözün sonu y ilə bitərsə, biz buna y-sı artırırıq. Əgər y-dan əvvəl saitdirsə y-sı, samitdirsə y düşür, y-s artırılır. F ilə qurtararsa, f və f ilə qurtararsa, f düşür, vəs əlavə olunur. İstisna olaraq ruf, yenə düzgün məsələn deyir, cəm isimləri seçin. Yazır ro, vəs. Bunları əzbərləmək məqsədə uyğundur. Cliffs'dir, gördüyünüz kimi chiefs'dir, belief'dir, maf'dır, kaf'dır. Bunlar nə sadəcə f-sı olduğu kimi f sonrası v-sıya keçmir, vəsə keçmir. Sonra həm f-sı, həm vəs kimi olanlar, bu üç dənə isimimiz ki, həm f-sı, həm vəs kimi olur. Bunlara da yenə baxarsınız. Həmişə cəm formada olan, dediyimiz kimi bunlar sayılmayan cəm isimlərdir. Yəni bunların təki olmur. Belə isimlərimizin tək forması gördüyünüz kimi olmur. E-an artiklı qəbul etmir. Xəbər həmişə cəmdə olur. Əvəzliklərimiz, bilirik, keçən dəfə dedim, these, those, bunlar cəmlik bildirəndir. Sonra they, mübtəda kimi they, them, theirdən istifadə olunur. Və rəqəmlərimiz 2, 3, 4, 5, 6 işlənir, 1 işlədilə bilməz.
Və bunlar hansılardır? Üç kateqoriyaya bölünür. İki hissədən ibarət olan, hansı ki, iki ayağı, iki qolpu var. Məsələn, şalvar, cins şalvar. İki ayaqdan ibarətdir. Jeans, spectacles, eynək, gördüyünüz kimi glassesdir, tanksdır. Yenə bunlara baxarsınız. Sözün sonu S ilə bitib həmişə cəmdə olan isimlər. Goods, mal, əmtə həmişə cəmdədir. Xəbəri də cəmdə qəbul edəcək. Commodities həmişə cəmdədir. Stairs həmişə cəmdədir. Contents. Content də var uşaqlar. Content məzmun deməkdir. Buna diqqət edin. Bu məzmun deməkdir, təkdədir. Amma contents mündəricat deməkdir. Troops, qoşun, arms, silah, wages, riches, belongings, earrings, sırğa gördüyünüz kimi, valuables. Sonu S ilə bitməyən həmişə cəmdə olan police, polis təkdə cəmdədir. Amma policeman, polis nəfəri, police officer yazırıqsa, bu cəmdədir. Təkdə və cəmlənə bilərlər, təkdədir. Cattle, mal-qara, toplu isimdir. Poultry'dir, gentry'dir. Bunları mütləq şəkildə əzbərləməlisiniz. People dediyimiz kimi insanlar. Və bunlar da yenə xəbərimizi cəmdə qəbul edir. Əvəzliklərimiz də cəmdə qəbul edir. Və gördüyünüz kimi policeman, policewoman, police officer, police car deyiriksə artıq xəbərimizi bunu bu man, woman, officer, car-a görə müəyyənləşdiririk xəbərimizi və ismin cəmliyini. People bayaq dedim, adamlar, cəmaat mənasında cəmlik bildirir, lakin xalq mənasında təklik bildirir. Bunu da baxaq. Sonra və mən və woman sözləri olana baxaq. Baxın, mən driver. Əgər mən sözü başda gəlirsə, hər iki tərəf də cəmləndiririk. Mən sözündə mürəkkəb söz olanda. Men olur, driverdə S şəkilsi qəbul edilir. Men, servants. Əgər ki, mən sözü sonda gəlirsə, sadəcə men sözü cəmlənər. Post, men. Tərkibində mən olan sözlərimiz var ki, bunlar ümumiyyətlə mürəkkəb söz deyirlər. Norman, Roman, human və mürəkkəb olmadığına görə normal qaydada cəmlənirlər gördüyünüz kimi. Və defslə yazılan sözlərimiz cəmlənərkən diqqət edək. Brother-in-law və necə olur? Brothers. Burada biz ismimizi cəmləndiririk. Əgər biz brother-in-laws yazsaq, bu səhvdir. Biz isim tərəfini cəmləndiririk. Baby-sitter olur. Artıq burada bu sözönlü ifadələrlə olanda, sözönlü ifadələrlə biz isim tərəfimizin birinci tərəfini cəmləndiririk. Amma sözönlü yoxdursa, baby-sitters ikinci tərəfi cəmləndiririk. Sonra bitişik yazılanlarda isə ikinci söz sonda olur. Və həmişə təkdə olan isimlərimiz qeyd olunub. Həmişə təkdə olan isimlərimiz S ilə bitməsinə baxmayaraq həmişə təkdə olur. Təbii ki, sayılmayan olurlar. News sayılmayan isimdir, həmişə təkdə olur. Elm və fən adları X ilə qutaranlar. Mathematics, economics, physics, phonetics, optics, athletics, aerobics gördüyünüz kimi bunlar X ilə bitməsinə baxmayaraq həmişə təkdə olurlar. Və tək və cəmi eyni olan isimlərimiz 4 dənə isimimiz var. Sheep, qoyun. Əgər biz bir dənə də qoyun deyiriksə, sheep deyirik. 10 dənə də qoyun deyiriksə, two sheep deyirik. Biz şəkil sarsırsaq tamamilə yanlışdır. Bir dənə də maral desə, deyə deyirik. 2 dənə, 100 dənə, 1000 dənə desə, two deer deyirik. Deers desək yanlışdır. Və deməli, belə isimlərimizin tək olduğunu, cəm olduğunu bəs hardan biləcək cümlədəki? Tam deyir ki, cəm olan isimlər sırasını seçin. Və yaxud da ki, cəm olan cümləni seçin. Hardan bilək ki, bu isimlərimiz cəmdir, yoxsa? Və yaxud da deyir, düzgün cümləni seçin. Baxın, uşaqlar, əgər bir dənə qoyun deyiriksə, gördüyünüz kimi EN artiklı var. Deməli, bu bir qoyundur.
Amma ən article yoxdursa, sheep yazıbsa, deməli bu cəm. This, that yazılıbsa burada bir dənə qoyulan gedir. Çünki bu özündən sonra tək isim istəyir. Amma these, those gəlirsə deməli çox qoyunla gedir. Every, each özündən sonra həmişə tək isim qəbul edir. Every də, each də özündən sonra tək isim qəbul edir. Each birbaşa isimlə gəlirsə və o zaman burada təklik bildirir. Amma all, both gəlirsə burada cəmlikdir deməli. Və xəbərimizi də buna görə cəmlik təklik verməliyik. Və tək xəbərimiz varsa, is, was, has, comes varsa, cəm təkdədir. Amma cəm xəbər varsa, are, were, have, come varsa, təbii ki, cəmdədir. Some, any özündən sonra demişdik, həm sayılmayan isimlərlə gələ bilər, həm sayılan isimlə gəlirsə, cəm isim istəyir axı. Cəm isim istəyir deyən artıq biz bilirik ki, bu cəmdir. Many, few, a lot of, several, bu da özündən sonra cəm isim tələb edir axı. Deməli, bu da cəmlikdir. Belə, sonra burada nə yazıbdı? A grows. Görürsünüz, bunlar da təkil və cəmi eyni olanlardır. Bunlar çox testə düşmür. Yenə də baxarsınız. Troutdur, salmondur. Bunların da təki ilə cəmi, bu birisi 4 dənə isim kimi təki ilə cəmi eynidir. Sonra millət adları bəziləri. Chinese, Çinli və yaxud da the Chinese, the. Əgər Çinlilər deyiriksə, the Chinese deyirik. Bir dənə Çinli deyiriksə, Chinese deyirik. Japanese deyiriksə bir Yapon, the Japanese deyiriksə, the Japanese deyiriksə milliyyəti xalqa bildirir. Belə, sonra bir də Yunan latın mənşəli sözlərimiz var. Bunlar cəmlənərkən kökündən dəyişir. Kaktus, us isə iyə keçir, on aya keçir, is isə keçir. Bu testlə düşəsi deyil. Yenə də baxın. Bir-iki dəfə nəzərdən keçirdin. Birdən də düşsə, yəni göz yaddaşınız olsun. Və A isə A, E-yə keçir. Yəni havada gələn dərs keçərik uşaqlar. Aydın oldu sizə? Bəli. İndi bu birisi uşaqlar gələnə kimi testimizə baxaq. 11-ci sinif testimizə bir 5-10 dəqiqə ləngi eləməyib yox. Aha. Birinciyə nə yazmışıq uşaqlar? Nə yazmışıq birinci testdə? Mən birinci testdə D variantı yazmışam. Sən Fatimə? Mən də. D variantı. A variantında hansı pozur uşaqlar? Bizdən mürəkkəb istəyir mənim elə appointment pozur. Çünki ment düzəltmə Ment şəkildə. sözləri. Bəli. B-də Fatimə? Ment də var, hayır da var. Yox, arm və chair sözlərinin birləşməsindəndir. Arm qol deməkdir, chair stool. Qol stulu, arm chair, kreslo. Burada development dostdur. Sonra End. ment, agreement pozdur. Tamam Sonra Y-də nə pozdunuz Leyxa? Mən Y variantında da hood şəkilçisi işlədir, o pozur. 2 dənə yazmısınız uşaqlar? 2-yə də D yazmışam mən. İkidir. A-da nə pozur? Leadership. Adı ship. B-də Fatimə? Şəkil atıyor. D-də? D-də Züleyxa? Ayı. Mənim D variantı düzdür axı. Düzdür, hə. C-də bəs. C variantında movement pozur. Y-dən? Anniversary. Düzdür. Mən hansı testləri vermişdim, bir dənə test baxım. Anniversary. Görək. Mən səhvdə 4-ə 8-i tam vermişdiniz.
Birdən 11-dən başlayaraq 72, 74, 75 belə vermişdir. Yaxşı. Mən bir dənə cavablara baxım, görüm burada cavablar varmı? Siz səhvlərinizi, düzlərinizi yoxlayıbsınız, bilmirəm. Yoxlayıbsınız yoxsa yox? Mən yoxlamamışam. Mən yoxlamışam. İstəyirsiniz düzgün cavabları mən deyim. Səhvin Siz çıxıb yazın. Züleyxa. Mən bir dənə səhvim çıxıb 14-cü sualda. Bir də rəqəm olanlarda səhvim çıxıb. Yaxşı. Qoy onda biz də baxaq. 1D, 2D, neçəyə kimi indi baxacaq? Neçənci testə kimi baxacaq burada? Rəqəmlərə baxın. Mənim burada hamısına baxacaq. Hamısına? Yox, yox. 16-ya qədər baxırıq burada. Bir də 71, 72-yə baxmalıyıq. 4, 8. Səhifə 4-dən 8-ə kimi dedik hamısını. Nə? Mənim 16-ya qədər hamısıdır. Bir də 71, 72-yə baxmalıyıq. Aha, yaxşı. 1D, 2D, 3A, 4A, 5Y. Onda sən oxu Züleyxa. Yoxlamısansa sən oxu. Mən qarışdıracağım. 1D, 2D, 3A, 4A, 5Y, 6B, 7A, 8C, 9A, 10B, 11, 12A, 13C, 14Y, 15C, 16Y, 71C, 72A. Sonra morfologicaldan neçə Mən vermişdin? Orada 14 səhvdir mənim məndə. Bəs 100-dən görüm. Test nömrəsi 72, 74, 75, 76 bunlar da var idi. 70 Bəli. Burada birdən 15-ə qədərdir. Bir də sonra seçdikləriniz var. Onları da oxuyum. qoy oxuyum. Baxın. Bunlar bildim. Mən 72. yazmışam. Dəftərimdən Hə, elə yaxşı. oxuyuram burada. Oxu. Oxu. 1D, 2Y, 2A, 3C, 4A, 5B, 6A, 7Y, 8B, 9C, 10Y, 11D, 12C, 13A, 14A, 15Y. 72D, 74B, 75B, 76D, 78C, 82B, 83A, 102C, 103A, 104A, 105B, 107, 13, 108, 13, 109, 14. Səhvin var Fatimə, neçə səhvin var? Mənim 83-də səhvim var, bir də 76-da. Yaxşı, baxın, onda səhvlərinizə də baxaq. Sonra yenə mən izah elədiyim qaydalara əsasən sizə yenə testin nömrəsini göndərəcəm. Siz yenə də yazarsınız. Bu ilk rəqəmlərdə səhv var idi Züleyxa. Burada var səhv. 14 səhvdir məndə. Aha, isimləri Burada sor. sonradan baxdım ki, mən səlis sözünün isim götürmüşdüm 2. Əslində Səlis. o deyil də, bəli, 4 əslində isimdir. Və 4-ün tərcüməsi nə idi mənim? luxury dəbdəbə. Amma bax, us olsaydı us şəkilçisindən luxurious. O sifətdir, dəbdəbəli demək. Ümumiyyətlə, us sifət düzəldən şəkilçidir. Amma luxury dəbdəbə deməkdir. Siz bunu isim götürürsünüz. Sonra varmı səhv? Mən bir də 108 və 109-da rəqəm səhv eləmişəm. Sən də Fatimə? 76-dır. 76. 76. Bunun 76 morfologicalın. Şeydir, rəqəm verdiyinizin, seçib verdiyinizin. Aha, uncountable sayılmayan isimlərimizi istəyir buradan. Bax, burada A variantında. Züleyxa hansı pozur A variantında? A variantında sponge pozur mənim. Yox, slice bir dilim dedik ya, a slice of dedik. Ona görə slice pozur. Sayılmayan istəyir. Hə, slice sayılır. Hə. Mən sayılmayan olaraq nəzərdə tutmuşdum. Yox. Slice sayılmır. Sonra sayılmayan istəyir. B-də hansı pozur?
Which pozur da mənim kənd sayıla bilər. Niyə? Village istəyə bilərik. River. Sayılmır istəyir də mənim which sayılır. Hə. C-də Hotel pozur. hotelda məşdə pozur. D-də D düzgündür. Y-də isə language pozur mənim. Bir də hand da pozur. bəli. Bir düzdürsə mən düz yazmışam. D-dir qızım, D-dir. Rice and patient. Patient. Bəli, 76. Sonra səhvin varmı Bir də Fatimə? 83. 83. 83. Bəli. Burada baxırıq. A piece of furniture, bəli, bir hissə mebel, düzdür. Some furniture, olar, çünki some sayılmayan isimlər də gələ bilər axı. Amma five furniture sayılmayandır. Niyə five işlədək ki? Sayılmayan isimlər niyə furniture işlədək? Furniture sayılmır. Ona görə 1, 2. Aydın oldu Fatimə? Bəli. Sonra Məndə qurtardı. Mənim 108-də mən 2-3 yazmışam, ancaq 1-3 çıxıbdı da. Orada 2-ni səhv eləmişəm. 1 seçməliymişəm. 108. Baxaq. The top of the building. Binanın üstü. Tamam. Düzdür. Box of toy niyə olmur ki mənim? Box of toys olmalıdır axı. Bir qutu oyuncaq. Oyuncaqdırsa içində çoxdur axı. Toy sayılan isimdir deyə onda Ay, su sağ ol, olmalıydı. bəli. Və burada to golf nə yazıb burada bir dəqiqə? To golf balls. Bu düzdür. Çünki golf topları. Bu da düzdür. Mənim bir də 109-da 1-3 Burada da yazmışam, several ancaq 1-4. hospital beds olmalıydı. Beds. Bir də nə qızım? Bəli. Hı -hı. 109-da mənim 1-3 yazmışam, ancaq 1-4 çıxıb da 3 səhvdə 4 düzdür. The players uniforms. Oyunçuların üniformaları. Bu Tamam, düzgündür mənim. düzdür. Buradan biz kökündən dəyişən Çünki bir mən apostrophes bəli, olmalı. 8-i qəbul etmiş. Və a few girls names, bir neçə qızların adı. Burada names olmalıydı. Bir neçə Orada çatmışam. hərəsinin öz adı var axı, ona görə cəmlənməlidir. Bəli, Və 4 düzgündür. bəli, 4-də düzdür. Aydın oldu. Uşaqlar, indi Bəli. cases of nouns-a keçmədikdən bu rəqəmləri vermirəm, axıra kimi işləyərsiniz bunu. Yaxşı? Cases of nouns-u. Cases of nouns çıxmaq şərtinə burada içindən seçmişdim, amma tamamilə işləyərsiniz indi. Aydın oldu? Yəni qalan rəqəmləri işləyirik mənim. Bəli, qalan rəqəmləri Ən işləyirsiniz. başdan başlayıb. Bəli, başdan başlayaraq hamısını, nə qalıb hamısını işləyirsiniz. Mən yəni deyirəm morfologiya onanı təkcə işləyirik, yoxsa Bəli. ən başdakı onandan da. Cases of başdan başlayırsınız. Başdan bilmirəm hamısını vermişdim. 72. Səhifə 4-16-ya qədər 16-ya qədər vermişdiniz. 16-dan 71-ə qədər Qızım, yazılmış. nə qalıb içindən seçmədiklərim, onları işləyərsiniz. Ən başqa qalan hamısını işləməliyik. Bəli. Case of nouns-u hələ izah eləmədim, o qalsın. Sən aydın oldu Fatimə tapşırığımız. Bəli. Mən bir də üstəlik keçəcək dərsinizi. Yəni sabah. Sabah saat 8 uyğundur. Tərpətməyək, çünki mənim kanallarım qarışır. Hələ ki 8-də keçərik də, heyb yox. Çünki tərpədəndə kanalım Axşam qarışır. 8 mənim. Bəli, axşam 8. Bəli, mənə uyğun. Mənə də Yaxşı. Yaxşı. Onda sabah görüşərik inşallah uşaqlar, oğullar. Tapşırığınız biraz çox olacaqdır. Söz də göndərəcəm, öyrənərsiniz. Sağ olun.